Salam, hər vaxtınız xeyir olsun. Ürək üçün 3 ən zərərli və 4 ən xeyirli məhsulları nəzərinizə çatdırmaq istəyirəm. Zərərli məhsulların birincisi qənnadı məmulatlarıdır ki, bura konfetlər, kekslər, piroqlar və s. aiddir ki, çoxlu miqdarda bunların tərkibində şəkər var. Şəkər də damar tıxanıqlığı, ürək xəstəliklərinə yol açan birinci amildir. İkincisi şirin qazlı sular. Bunlar orqanizmdə qələvi mühiti, tuş mühitlə əvəz eləyir. Bu da nəinki ürək xəstəlikləri deməkdir, bu eyni zamanda onkoloji xəstəliklər deməkdir. Üçüncüsü, emal olunmuş ət və ət məhsulları, kolbasa məhsulları. Bunların tərkibinə çoxlu miqdarda duz vurulur, rəngləyici, boyayıcı, qüvvətləndirici, kimyəvi maddələr əlavə olunur ki, bunlar da ürəyin xəstəliklərinə yol açır. 4 ən xeyirli ürək üçün məhsulların əvvəlində yağlı dəniz balığı gəlir. Yağlı dəniz balıqlarında olan omega-3 bədəni infarktdan qorumuş olur. İkinci yerdə qoz, bu da omega-3 ilə çox zəngindir. Mütəmadi olaraq qozdan istifadə olunduqda infarkt riski 30-50% azalmış olur. Brokkoli. Brokkolinin tərkibində olan maddələr aterosklerozun qarşısını alır. Gündəlik istifadə olması məsləhət bilinən məhsullar arasında bəlkə də birinci yerdə dayanır. Və nəhayət sarımsaq. Sarımsağın tərkibində 70 faydalı element vardır. Antioksidantdır və mütəmadi olaraq istifadə olunduqda təzyiqi stabil saxlayır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.